Salam, hər vaxtınız xeyir olsun. Qara dənizin şərqində inkişaf edən siklon sisteminin tədricən Qafqazın cənubu Azərbaycan arasına daxil olması müşahidə edilir. Prosesin sonrakı inkişafı nəticəsində xüsusilə də oktyabr ayının 21 gün ərzində və 21 axşama doğru yağıntıların lokal qısa müddət ərzində intensiv və yer-yer qısa müddətli güclü olması ehtimalı var. Qısa fasilədən sonra isə oktyabr ayının 22-si axşamına doğru 22-sindən 23-nə keçən gecə və 23 günün birinci yarısında Azərbaycanın şimal və qərb rayonlarında hava şəraitinin yenidən kəskin dəyişilməsi üçün münbit sinoptik şərait yaranması gözlənilir. Prosesə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, Avropanın şərqində, Şimali Qafqazda, Qara dənizin şərq ərazilərindəki hava sahəsində orta troposferdə atmosfer təzyiqinin ötən günlərlə müqayisədə oktyabr ayının 20-si axşama doğru 21 gün ərzində atmosfer təzyiqində xeyli azalma gözlənilir. Nəticədə ekstratropik siklon sisteminin təsirindən rütbətli hava kütlələrinin Qafqazın cənubuna doğru daşınması və şimaldan, şimal-qərbdən isə Rusiyanın qərbindən soyuq hava kütlələrinin Qafqazın cənubuna doğru daxil olması fonunda, yəni soyuq hava kütlələri ilə rütbətli hava dalğalarının Qafqaz regionunda bir-birlərinə qarışması nəticəsində oktyabr ayının 21 gün ərzində Azərbaycan ərazisində, xüsusən də şimal və qərb rayonlarında və cənub rayonlarında yağıntıların lokal qısa müddət ərzində intensivləşməsi ehtimalı var. 22-si gündüz saatlarında prosesdə qısa fasilə gözlənilir, lakin 22 oktyabr axşam saatlarına doğru yenidən Azərbaycanın şimal və qərb rayonlarının başaraq hava şəraitinin kəskin dəyişilməsi gözlənir. 22 oktyabrdan 23 oktyabra keçən gecə Azərbaycanın şimal və qərb rayonlarında və Naxçıvan ərazisində yağıntıların yenidən qısa müddət ərzində intensivləşməsi ehtimalı var. Proses nəticəsində Böyük Qafqaz rayonlarının Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmailə, Şamaxı, Xızı, Quba, Qusarıq, Xasmas, Dağlıq, Şirvan, eyni zamanda şimal-qərb rayonlarında Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Gölcük, Goranboy və Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, Naxçıvanın Sədərək, Ordubad, Şahbaz ərazilərində oktyabr ayının 21 gün ərzində havada buludluğun artması, arabir yağış yağması, yağıntıların oktyabr ayının 21-i axşama doğru bir qədər intensivləşməsi ehtimalı var. 22-si gündüz saatlarında yağıntılarda qısa fasilə yaransa da 22 oktyabrdan 23 oktyabra keçən gecədən başlayaraq yenidən Gəncə, Qazax ərazisində, eyni zamanda Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Dağlıq, Şirvan ərazilərində və Naxçıvan ərazisində, eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur ərazilərində yenidən oktyabr ayının 22-sindən 23-nə keçən gecədən başlayaraq hava şəraitinin kəskin dəyişilməsi gözlənir. Dəniz səviyyəsindən 1600-1800 metrdən yüksəkliyə yerləşən ərazilərdə yağışın sulu qara və qısa müddətli qara keçməsi ehtimalı var. Digər ərazilərdə isə yağış yağması gözlənilir. Çaylarda sululuğun artması ehtimalı var. Xüsusilə də bu prosesin mövsümlə əlaqədar olaraq Lənkəran asteroid ərazilərində yağıntıların xüsusən də 21-i axşama doğru yağıntıların intensiv və güclü olması ehtimalı var. Mərkəzi Aran rayonlarının Yevlax, Kürdəmir, İmişli, Zərdab, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar rayonlarında da oktyabr ayının 21 gün ərzində havada buludluğun artması, arabir yağış yağması ehtimalı var. 22-si gündüz havada qısa müddətli sabitləşmə gözlənilir, lakin 22-sindən 23-nə keçən gecə və 23 günün birinci yarısında yenidən Mərkəzi Aran rayonlarında havada buludluğun artması, arabir yağış yağması ehtimalı var. Cəlilabad, Masallı, Lənkəran, Assalı, Yardımlı və Lerik ərazilərində oktyabr ayının 21 gün ərzində 21-i axşama doğru yağıntıların qısa müddətli intensivləşməsi, güclü olması ehtimalı var. Xüsusilə də Yardımlı, Lerik, Assalının dağlıq kəndlərində yağıntıların güclü olması gözlənir. Çaylarda suluğun artması ehtimalı var. Lənkəran, Assalı ərazilərində çay yataqlarına yaxın olan düzənlik ərazilərində əvvəlki dövrlərdə su basmaya məruz qalan ərazilərdə yenidən oktyabr ayının 21-də sel, daşqın, su basma hadisələrinin təkrarlanması ehtimalı var. Oktyabr ayının 22-si gündüz hava şəraiti nisbətən sabitləşəcək, lakin oktyabr ayının 22-sindən 23-nə keçən gecədən başlayaraq hava şəraitinin yenidən kəskin dəyişilməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bakı, Abşeron, Sumqayıt ərazisində oktyabr ayının 21 gün ərzində havada buludluğun xeyli artması, arabir yağış yağması ehtimalı var. Şimal küləkləri də arabir bir qədər güclənə bilər. Oktyabr ayının 22-si gündüz hava şəraiti Bakıda nisbətən sabit keçəcək, lakin oktyabr ayının 22-sindən 23-nə keçən gecə və 23 günün birinci yarısında Bakı, Abşeron, Sumqayıt ərazisində yenidən havada buludluğun artması ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Hazırki model proqramların təhlillərinə əsasən oktyabr ayının artıq
sonlarına doğru, xüsusən də oktyabr ayının 29-dan sonra Qafqazın cənubunda hava şəraitinin yenidən kəskin dəyişilməsi ehtimalı var. Yəni oktyabr ayının 29-dan sonrakı tarixlərdə və noyabr ayının 1-ci həftəsi ərzində bu zaman dilimində, bu periodda Qafqazın cənubunda hava şəraitinin kəskin dəyişilməsi ehtimalı var. Yəni bu riski indidən nəzərə almaq lazımdır. Yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer prosesində baş verən, gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.